Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, hörmətli Elmirəm Baş kanalının izləyiciləri, hər zamanki kimi çəkilişlərimizi tam olaraq eləyəcək. Elvinlə danışmışam, bacardığımız qədər göstərəcəm sizlərə. Elvin göstərəcək, çəkəcək, göstərəcək sizlərə. Bugün bizə belə bir qismət olub, yağışlı havada. Yaz ayıdır, maşallah, ağaclarımız gül açıb. Bərəkət yağır göydən, ruzu bərəkətdir. Neynək, çəkəcək. Elvin, gəl, sən tut bunu, çıx çölə. Mən danışdıqca göstərərsən haranı, necə deyəcəm də sizə. Mən hal-hazırda Şuvalandayam. Şuvalan bazar var. Şuvalan bazar və Şuvalan bazarla üzbəüz məktəb var. Məktəbin yaxınlığında. Mərkəzə Almas İldırım küçəsindən 500 metrlik məsafədə. Sizə burada, ehtiyatlı ol, geyib düşərsən hovuza. Sizə burada 3 sotun içərisində baxın, belə bir proyektə malik olan. Yəni ki, torpaq sahəsi biraz ölçüləri başqa cür olduğu üçün evi belə tikiblər. Tam başda bax, Elvin göstərdiyi yerdə orada manqalla üzbəüz mətbəx yerləşir. Sonra yataq otaqları, hamısı o tərəfə. Bura isə qonaq otağıdır. Burada yay-qış mətbəxi düzəltmək üçün cam balkonla yığılıb. Burada hər bir xəttlər çəkilib, isti, soyuq su, kanadasa xətti, hər şey çəkilib. Özünüz inşallah yığarsınız. Elvin, küçəni göstər. Burada 3 dənə ev var idi bu dalanda. Mən burada çəkiliş eləmişdim. O 2 dənə ev satılıb bu şey. Onlarda inşallah. Hələ ki, bilmirəm, baş tərəfdə yaşayış var, sağ tərəfində. Burada şlaqbaum qoyulacaq, qoyulub bu şey, demək olar ki. Gözəl bir parking sahəsi var. Bu ev bugünkü gündə 220 min manat start olaraq bazara çıxıb. Torpağın da, evin də kupçası var, qazı, suyu, işığı gördüyümüz kimi hər şey işlək vəziyyətdədir. 4 fəsil yaşamaq üçün nəzərdə tutula bilər. Evdə, yenə deyirəm, evdə 3 yataq otağı, 2 sanitar qovşağı mövcuddur, mətbəx, qonaq otağı. İndi isə keçirik biz evin daxilinə. Həyəti çəkdin Elvin? Sök, getdik, gəl. Gəl, ayaqlarımızı təmizləyək. Keçək. Gəl. Ümumi giriş qapısıdır. Həyətdə demişdim. Baxın, burada yataq otağıdır. Ümumi sanitar qovşağıdır. Bir dənə yataq otağı buradadır. O da deyim, əşyalı da. Əşyalar var. Keçirik. Bura mətbəxdir. Maşallah, geniş mətbəx sahəsi var. Bütün pəncərələr həyətə, hovuza, manqala baxır. Mətbəx mebeli yığılıb. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Qiymət 220 min manat. Tələsin. Ucuz evlər satılır. Yenə deyirəm, tələsmək lazımdır. Əgər fikrinizdə varsa, gəlin, bəyənin, behləşin, alqı-satqı sonra eləyərsiniz. Hamısı satılır. Balaca evlər qalmır bazarda. Baxın, bu birinci yataq otağı. Burada dolab qoyulub. Belə bir dolab var. Yığılıb, paltar asmaq üçün yataq bəstidir. Bura ikinci yataq otağı. Burada bir dənə yataq bəsti qoyublar. Uşaqlar üçün nəzər tutun. Orada da stol qoyulub, dərs eləmək üçün uşaq otağı da belə deyil. Allah bütün balaları saxlasın. Ümumi mərkəzi qapı ilə keçən kimi içəri tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Yenə deyirəm, bunun yanındakı ev, 2 dənə ev satılıb. İkisi də satılıb, təzəlikcən. Çıxan kimi elə demək olar ki, baxın, burada yataq otağıdır. Burada belə bir yer buraxılıb, kim istəsə buranı qardırob eləyər. Və özünün sanitar qovşağı. Yataq otağının özünün sanitar qovşağı. Sonda isə sizə buranı, qonaq otağını təqdim edirəm. Burada qonaq otağıdır. Əziz izləyicilərimiz, bugün çalışırıq ki, yenə deyirəm, çəkilişlərimizi eləyək, sizlərə hər gün təqdim eləyək. Dünən Elvin bir neçə gün bundan qalıb, Elvin gecikmişdi. Amma təqdimatı verdi. Çox sağ olun, bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.